29 noyabr tarixində Victory Hours Azərbaycan layihəsi Baku Cast MMC-nin təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilib. Layihənin rəhbəri Zaur Səmədov, təşkilatçılar isə Xoşqədəm Əkbərova və İraniyə Tağıyeva olub. Onların peşəkarlığı və əzmli fəaliyyəti bu möhtəşəm tədbirin uğurla ərsiyəyə gəlməsində mühüm rol oynayıb. Bu layihə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan ordusunun şücaəti ilə əldə olunmuş tarixi zəfərimizin ruhunu yaşatmaq, onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Artıq bir daha inşallah gələn ilmi bayramı Qarabağda qeyd edər. Sözləri sadəcə sözlərdə qalmayacaq. İllərlə sandıqlarda saxlanan ellərin içəriləri artıq öz qıfırlarını açacaqdır. Çünki bu millətin müvəlliyi ordusu və əhlidir. Amma dözmədi, əlinmədi, eli bükülmədi. Bir daha şəhid arası vətən sağ olsun dedi. Və o möhtəşəm zəfər gününü 10 noyabr tarixində Ali Baş Komandan xalqa çıxışı zamanı açıqladı. Zaur Səmədov, Baku Cast MMC-nin rəhbəri, layihənin həmçinin təşkilatçısı, həmçinin də rəhbəriyəm. Bugün bizim zəfərimizin 5-ci il dönməsi olmuş Victory Hours Azərbaycan layihəsidir. Layihəmizdə 30-a yaxın uşaqlar iştirak edir, dövlət xadimləridir, deputatlarımızdır və həmçinin də bizim incəsənət nümayəndələrimiz var. Layihənin əsas məqsədi bizim zəfərimizin 5-ci il dönmə həsr olunması və zəfərimizi balaca övladlarımıza aşılamaqdır. Bu zəfəri heç vaxt unutmuruq, unutmayacağıq. İkinci Vətən müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ əlli Şimal Ramin. Bugünkü gün Azərbaycanın bayramıdır. Azərbaycan üçün ən gözəl müqəddəs gündür ki, zəfər qanla yazılıbdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah Azərbaycan ordusunu qorusun. Bugünkü gün bu Azərbaycan ictimaiyyətinin diqqətidir. Azərbaycan ictimaiyyətinin diqqəti odur ki, həqiqətən bizlər unudulmur, heç zaman unudulmayacaq. Hər bir bölgəmizdə, hər bir mərkəzlərimizdə bugünkü ilə Bakı Gənclər Mərkəzinə yenidən bir daha yığılmaq, yenidən bu ödüllərlə tərtib etmək, yəni bu biz yaddaşımızı, tariximizi heç unutmarıq. Mən bunu təşkil edənlərə təşəkkür edirəm. Dövlətimizə, dövlətimizi hər zaman qorumaq Azərbaycan vətəndaşı hər bir borcudur. Vətəndaşlarımızın da bu diqqətlər etmək, dövlət başçısının verdiyi tapşırıqları, qoyduğu, necə deyəm, tələbləri yerinə yetirməkdir. Bu hər birimizin borcudur. Biz əskərik yenidən daha da nəsə olsa belə biz güman edirik ki, bundan sonra heç nə olası deyil. Çünki bizim elə bir liderimiz var ki, o sözünü imzası ilə təsdiq edir. Bundan sonra olsa belə biz Azərbaycan əskəri olaraq hər zaman dövlətimizi və millətimizi qorumağa hazırıq.